ki, artıq çəki, bax, orqanizm neynəsin? Bax, kiçik bir oynaq, 130 kilo, 150 kilo çəki necə götürsün? Orada deformasiya olacaq, əyilmə yaranacaq, oynaqda mayeni miqdar azalacaq, sümüyün yeyilməsi başlayacaq, osteoartroz başlayacaq, iltihabı başlayacaq, artrit başlayacaq. Ona görə də çalışın. Gündə 2 dəfə qidalanın. Ağrısanız da yeriyin. Oturaq vəziyyətə düşməyin. Oturaq vəziyyətə düşən kimi çəki artacaq, ağrılar artacaq, problemlər çoxalacaq, qəbzlik də artacaq. Qəbzlik də elə ən çox oturaq vəziyyətdə olan adamlarda olur, hərəkət eləməyən adamlarda. Hərəkət çox bol miqdar hərəkət eləndə və bol miqdar su içən adamlarda bağırsağın hərəkəti, bağırsaqların peristaltikası normal olur. Ona görə də o adamlarda xeyli dərəcədə problemlər az olur. Bol miqdar su içən adamlarda şəkər xəstəliyi, şəkərin göstəriciləri nisbətən əgər yuxarıdırsa normaya yaxınlaşır. Kimin baş ağrısı varsa ən çox görürsən qanın qatılaşması nəticəsində olur və bol miqdarda su içəndə qan durulduğu üçün, beyin toxumasına gedən qanı miqdarı artdığı üçün baş ağrıları azalır. Bu baxımdan da dediyim kimi oynaq xəstəliyi olan adamlar mütləq çəkiyə diqqət etməlidirlər, hərəkət etməlidirlər. Onun müalicəsində də bizim çox gözəl metodumuz apiterapiyadır. Arı zəhəri qədər oynaqlara müsbət təsir edən heç nə yoxdur. Arı zəhəri həmi paraliz keçmiş adamlarda qol buradan yuxarı qalmırsa onu kömək edir, qaldırır. Və yaxud ayağında yeriyir, tam ayağına